Öyle bu ne de o? Ay kardeş, yavaş yavaş. Abi yanık ne pis şeymiş ya. Yanmışsın? Ha, yanık pis şeymiş. Gel otur göreyim, gel. Yox, xəstəyə oturmaq olmaz. Ha, görsən günümü ha. Vay, vay, vay. Harada yıkılmışsan? Anam bu ocağın üstündə, uşaqlıqdan mənə deyiblər ki, ocağın üstündən atlanmaq lazımdır. Həkim otur, həkim otur. Gel sap, şöyle yürü. Həkim də hastanın yanındadır. Hastanın yanındadır, iğnə vuraraq. Ne gülüyorsun? Ama ocağın üstündən dedilər atdan, məhəllə uşaqların. Axı, ata-babadan atlanırlar axı. Mənə də deyiblər ocağın üstündən atdan. Ocağın üstüne atlanma da değil mi? Ay, yox, atlandım, bir də düz üstündə, ocağın üstündə nəsə bir fikrə getdim. Havada birdən yadıma düşdü, Koroğlu, Babək, Dədə Qorqud. Fikirləşdim ki, ata-babalarımız nə üçün atlanıblar? O fikirlə fikirləşə bir anda gördüm ki, Oğul, ay oğul. uşaqların qışqırığı ki, ələm yanır. Düşmüşsən odun üstüne. Düşmüşəm odun üstünə. Çok yanır. Birinci dərəcədir. Uşaqlar kömək edilər sənə. Uşaqlar olmasa təmiz yanacaqdım mən. 15 dəqiqədən bir həkim iynəni vurur. İndi iğne vurulacaq doktor buna. Bəli, vurulacaq. Vay vay. O straxava kampaniya görürsən insanları da straxava edir. Eskart. Eskart yox. Hələ ki maşınlardan başlar. Maşınların straxovkası 77 manatdır. Maşının sərnişin zat amma İndi gör mənə nə qədər yazardılar orada qiyməti. 77. yaxşı. Sən maşın straxovka eləmirsən, ha? Yox. Maşın straxovka verirsən, 77 manat verirsən, alırsan. Özümü düzəldim. Ay yavaş yavaş, vay vay vay, Əli. Necə olacaq? Oturmağa da qoymur da, həkim icazə vermir. İğnəsi gec vurulacaq doktor bunun. Yox, birazdan vurulacaq. Deşik. O da bayram qabağı başqa iş açdığında belə şey olar. Bayram Birinci dəfə atlanırsan bəyəm, otun üstünə. Hər il atlanmırsan. Ya hər ildən birinci dəfə yaşlandı da, birdən yadıma düşdü da. Keçmişimiz yadıma düşdü. Həmişə deyirlər atdan. Hələ bir dəfə atlananda demək görəsən nəyə görə deyirlər? Yox, mən belə eşitmişəm ki, deyirlər ki, atlananda deyirlər ağırlığım, uğurluğum üstüvə düşsün, nə bilim. Bir yaşlılardan bir adam gəlsəydi. Alıram ki, mən özüm düşmüşəm. Görsən bir, sən bir işə bax. Bir yaşlılardan biri gəlsəydi soruşardı bunun iş atdan. Həkim nə qədər belə şey eləməliyim? Hələn var. Vay. İndi ayaq üstə yazırsan sən. Hə, pastayan da yapsın. Yatanda da yapsın. Biz işləməyi zalat. İşləmək üçün yaxşıdır. Sol əllə işləyirəm. Sağ çəkə bilirsən solunu? Hə, bitər. Buna bax, gör işə bax. Özü görürsünüz. Başım da dəydi şeyə. Taxtaya da. Ya da uşaqlar indi yəqin çıxardanda vurublar. Gör nə gündə səni. Saçın adın nə əcəb yanma? Yox, papaq var idi. Həri? Namusum həmişə taxtaya. Yaxşı ki. Görsən bir işə bax. Yaxşı. Nə qulluq edeyim sənə? Yox. Gəldim. Burada belə dərk. Ayaqdandır müəllim, xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Çoxdan da gəlmirsiniz. Bayramınız mübarək, bir balaca xəta üz verib. Bu kişiyə fikir verin, bunu kimə? Əlidir. Yıxılıb, yandırıb özünü. Ocağın üstünə atlanır. Salam verdim, xoş görmüşsün, xoş görmüşsün. Necəsiniz? Sağ ol qardaş. Bayramınız. Allah sağ olsun. Az qalmışdı, mən də yıxılam. Xoş gəlmişsiniz. Bir tanış görək bu, nə tər oldu, necə oldu? Bu mənim uşaqlarına qoşulmuşam. Böyük ocaq qalanmışdılar. Hələ mən də belə qaça-qaça elə fikirli girdim rapidə. Bir anda ayıldım ki, uşaqlar qışqırır ki, ələmi yanır, kömək eləyin. Dartdılar, çıxartdılar, sağ olsunlar. Gətirdilər, atdılar, bu həkim də gəldi. Bir 15 dəqiqədən bir də iynə vururlar. Əlinə yaxşısan, maşallah, yaşın da bu vaxtıdır. Heç olmasa fikirləmə, yerin yox ki, sən onun üstündən turnanda Elə fikir olub da, sən nəsə fikir olmuşsan, ya da sən kimsə o birincidir. Yox, belə fikirləşdim ki, bu nə üçün o dövrdən, Dədə Qorqud, Koroğlu, Babək, nəsə o dövrlərə getdim. Həkimə bir sualım var. Aha. Bizim bu dərəcəli əziz qardaşımızın bu, yəni bu yaxın gələcəkdə bu azardan belə qurtula bilər, yoxsa? Yox, yaxşı olar. 1-2 həftə yaxşı olar. 3 həftə. O, 2 həftə yatdı yoxdur. Otur da bilmirik. 1-2 həftəyə də inşallah şəkər bura vaxtı gəlib çatacaq. Bizim anabazlarımız evdə Çox şirin şey olmalı. şəkər bura,
paxlava, sonra canım üçün yumurta, qırmızı yumurta, sarı, göy, cürbəcür. Yeməkləri görən sonra sağalacaq Allah. Bizim tərəfdə beləsi od qalanlar diyoruz da odu bir dənə qalamazdık. Biz 3 dənə od qalayarıq, elə ardıcıq. Sonra məsələn sudan turlanmaq, gedirik bizim çaylarımız balaca olur da, sudan turlananlar da deyərik ki, ağırlığım, uğurluğum hamısı bu məqası. Yəni, ağırlıq, xəstəliyim, dərdim, diş ağrım, baş ağrım, həmişə bunu deyərik, düz indi Bakıda. Amma biz bayram ərəfəsində həmişə də gedərik, həmin adətlərimizi rayonunda edərik. Belə bilirəm ki, 3 dənə odu qalamağında bir onun mənası var. Yəni, Rahim müəllim, mənası nədir ki, bizim məsələn bundan qabaq deyərlər ki, qədimdə ata-babalarımız o hündür qalalarda bir od qalamağın uzaqdan tayfa-tayfaya göstəriş verilmiş ki, bir od qalananda hansı məna olur? Yəni orada bir-birinə yardıma, köməyə çağırmışlar. Yəni ki, bu tayfanın üstündə başqa bir hücum olub ki, bir od qalananda gəlin bizə kömək ediyor. 2 od qalananda başqa bir məna göstərmiş. Kimsə evində bəlkə bir şadyanalıq var. Yaşa Yusuf müəllim, o dağın başında qalırlar. Onun üstünə atlanmırdılar axı. Atlanmırdılar. İndi bizim yavaş-yavaş gəlib çıxıb indi bizim dövrlərimizə biz onu ümumləşdirmişik. O 1 odu, 2 odu, 3 oddan əlavə edirik ki, 3 odda bizə elə ki, şadlıq rəmzi kimi. Sadıq müəllim, deməli bizim qonşuda uşaqlar keçən il Novruz bayramında çərşənbələrdə bir gün görürəm ki, blokun qapısı yoxdur. Qoçaqlar blokun taxta qapısını çıxardıblar, bölüb yandırıb üstünə atlarlar. Bizdə də olur, odun yoxdur da. O halaldır. O halaldır, o uğurlu diyoruz. Abi yoxdur, olar. Onu biz özümüz də məsələn yığırıq, qonum qonşular 15-20 gün qalmış, mən 9 mikronda yaşayıram. İnanın ki, 15-20 gün qabaqdan maşınlarla hündür ağaclar, taxtalar yığırlar, harada tapırlar? Qapı pəncərə yoxdur. O dəmir qapı qoyurlar da. Sən yanında benzin zat tökməmişlər o odun üstünə. Onu bilmirəm. Bəlkə təxribat olub orada sizin bu işinizdə. Onu bilmirəm. Yox, mənim uşaqlarım Bizim od məsələsi, bizim xalq Azərbaycanlılarımız Atəşpərəstlikdən. Atəşpərəst. Mən şəxsən, mənim atəşkah var. Suraxanlı. Əmirdamda. Orada mənim o atəşkahın üstündə bir keçmişdə indi klip deyirlər, mən o vaxt bilmirdim, o vaxtdan çəkilib. Mənim orada bir let yazım var, çəkilmişik orada. Doğrudan elə orada ifa eləmişsiniz. Bəlkə burada da bir nəsə bir bayram əhval ruhiyyəsində bu Novruz bayramında. Əli olar da musiqi. Doktor olar musiqi. Musiqi olan rəqs eləmək olmaz. Rəqs eləmək olmaz. Qurşaq ata bilməyəcək bu illəri. Bir qurşaqda deyir nə qədər yığır, qanı getdi. Müalicə növündə. Hələ.
Əli bundan sonra Allah qoysa tez sağalarsan. Həkim çox baxdı tərs, istədim oynayam həkim. Sadece oynamadı. Gələn var deyəsən, tanıdın məni. Yani onların haberi yok bu arada. Ay maşallah. Salam aleyküm bayramınız. Salam aleyküm. Gəlin, aleyküm salam. Bəh. Xonçamız da Salam gəldi. aleyküm. Bayramınız mübarek olsun. Bəh. Ay çok sağ olun Aftadır mənim, çok sağ olun. Əli sana ne olub? Heç soruşmayın. Ayaqla, əlimə. Tonqalın üstünə atlanıb. Soruşmayın. Tonqalın üstünə attın. Atlanıb yıxılıb. Mən fikirləşdim. Tonqal hündür olur, çox hündür olur. Allah'ın kömeği Yəni sənə göz Oruz dəydi. bayramına da yaxşı Sənə olur. ancaq göz dəyir. Həkim burada. Ana sən yıxılmayan Ay, nə adam, yaxşı. cəld adam, futbol oynayırsan, suya atlanırsan, balina kimi. Nə oldu sən yıxılıb? Baxın, ayaqların olsaydın yıxılmazdın. Şapşıb sən bir şatdın. Atlandım. Havada Havada da birdən... ağırlıq eləyib düşmüsən də. Yo, havada birdən bir yadıma düşdü. Nə düşdü? Qədim zaman, Dədə Qorqud, Babək, Köroğlu, nəsə birdən Sen uçmak istiyordun. yəqin ki uçmuşdu. Sadık hemşe böyle fikirler olanda der için göze gelir. Ay bax, neçənci stepindi yanığı? Birinci. Birinci, Birinci birinci yüngüldür. Ondan çox iyi. Yo, yaxşı qutarıb yəni, hə? Yemin şükür ki, bizim elə oturub söhbət eləyir, danışır, o da elə böyük şey. Deyirəm, indi şəkərbada, paxlavadan yersən, əli düzələrsən. Yo, ona də. şirniyyat olmaz. Niyə? Şünyatın ona nə ədəb? Gez yaxşı olur. İğnə vururlar yəqin onun. Dağım sizdə o eskart var. O başı insanlara da aid. Ay, yox, hələ ki maşındır o. Eskort demişkən, ay Rahib, gəlsən, kürkümün cibində getdi. Eskort, təşəkkür edirəm, dünən gəldilər, çox operativ. Yaxşıcana sığortaladılar maşınımı. İndi Allah eləməmişkən, 7 ay ərzində heç nə olmasın. Amma birdə nəsə olsa, yaxşıca, yəni hər şeyi öhdəsinə götürürlər. Həm Gəldilər, sürücünü, baxdılar, hə? həm bütün səni gəldilər, baxdılar, qeyd elədilər, qeydiyyatda saldılar. İndi Allaha min şükür görə. Amma çox təəssüf ki, orada yazılmamışdı sınıq gün, yanıq gün, nəsə. Yo, hələ ki ancaq maşının içində 7 ay müddətində avtomobil mənim çox qəşəng şeydir. Çox yaxşı. Avtomobili 7 ay müddətində tam sığortalayır. Özü də ki, həm avtomobil sürücüsünə, həm maşına dəyən ziyana, hamısına ekspres sığortadır. Axşam zəng eləyirsiniz, o dəqiqə gəlirlər, yoxlayırlar, maşını qeydiyyatdan keçirdirlər. Gecə saat 12-dən etibarən qüvvəsinə minir. 7 ay müddətində sizin avtomobil tam 100% sığortalıdır. Bəlkə Lalə xanım ilə maşına onu orada işi düzəl qoşaq ki, güya maşında olub, elə bütün xərcləri Yox, olur. estağfurullah, elə şey eləmək olmaz. Sen dersen Yox, elə şey eləmək olmaz. Bahadır da öyle, cəmi 77 manatdır. Verirsən 7 ay, böyle, 7 ay sığorta. 7 aydan sonra, Allah qoysa, yoldaşımla biz danışdıq ki, yenə də vaxt bitəndən sonra gedirik 77 manata deyirik. Yəni, Yenə də Sığortalı. Yox, mən də gedirəm. ünvan yazılı, valla açıq kart getdi orada Yox, görürük. ev yox, ev yox. Bizsə Amma üzrə. burada hə, ünvanı gedirsən. var, hamısını mən sizə verərəm. Doğrudan çox lazımdır, əlbəttə. lazımlıdır şeydir, həqiqətən. Yaxşı, biz Lalə xanım gəlib bura bir şey oxumayacaqsınız. Mən açığı bu bütün gün elə oxumuşam. İnarsınız elə burada Şirvanşahlar Sarayında Novruz şənliyi çəkilirik. Görmürsünüz belə məzəyi güzəllik gəlmişəm. Götürdü ki, gəl, gedək dedim. Mən gələndə gördüm Namik Mənanı, Şəmkir gəlirlər. Baş yuxarı. Burada Buradan yox, aşağı tərəfdən, bulvar tərəfdən. Mən də dayışı keçmişdim. Dedim gəlirlər də yavaş-yavaş gələcək. bura gələcəklər. Yəni əlbət bu da gələcək. Yox, ona gözləyən nə olar yaxşı. Gördüm Lalə xanım gedir əlində də çıxıb orada. Lap yaxşı. Bəlkə sən Xonça görə götürdün, neysə onu. Yo, əslində elə Xonçanı mən bura üçün nəzərdə Nə tutmuşdum. yaxşı. Bilsəydim ki, amma Əli də belə düşünədi. Valla Əli, məxsusi sənin üçün bir yaxşı yemək hazırlayardım, gətirərdim. Həkim olsun heç nə icazə vermir. Həkim, bəs nə icazə olar? Gələn dəfə nəzərdə 2 həftə hər şey yaxşı olur, ondan sonra hər şey yaxşı. Bəlkə bir musiqi gəlsin onda Əli sənsin, bəlkə Nə gözəl, nə gözəl. Vallahi. Musiqi olar da həkim. Deyirəm bayram əhval ruhiyyəsidir, Əftandır müəllim.
Siz də deməli müşahidə eləsəz, lap gözəl olacaq Sadıq müəllimdən. Bizə müəllimdən oxuyarıq. Canı yaşıl telli sazı, sağlasın könlümü yazı. Sana yaşın telli sazım, saralasın köyü yazı. Bülbüllerin hoş havası, ey yaz geldi yaz geldi. Bülbüllerin hoş havası, ey yaz geldi yaz geldi. Elimize bahar geldi, yurdumuza bahar geldi. Elimize bahar geldi, gönlümüze bahar geldi. Bahar geldi, yaz geldi, bahar geldi, yaz geldi. Tabiate işme geldi, naz geldi. Tabiate işme geldi, naz geldi. Tabiate işme geldi, naz geldi. Gel gel gülüm sevgili. Gel gülüm sevgilim, Gel gezen çölü düzü. seyrede çürüdüzü. Bu ilkbahar Bezesin ömrümüzü. Koyuş bahar bezesin ömrümüzü. Koyuş bahar bezesin ömrümüzü. Çok sağ ol. Eyvallah. Oy. Geldim. Valla hoş gelmişsin. Bayramın mübarek. Bu nedir böyle? Mübarek. Sizin de bayramınız mübarek. Bu nedir böyle? Hoş geldin. Bu da şaşar var. Bah. Gətirmişəm. Çok sağ ol. Də yaşıl olub, dam yaşıl olub, arzu yaşıl olub, kam yaşıl olub. Yaz gəlib hər tərəf yam yaşıl olub. Baxıram hər yana tam yaşıl olub. Bəzəyin xoncanı, yandırın şamı. Yenə qonaq gəlib bahar bayramı. Ana deyir araz axır köndələn, qamışlar bitib dikdik. Biz də bu bayram ərəfəsində Kiçik Qala 84-də xoş gəldik. Ne güzel. Görsən, Xeyirdir. torpaq yetişdirir. Ya şar 5 tane 6 tane koyacak. Sen üçünün de özün gelsin. Beş gör ne kadar adam vurdu. Sən yeyən deyirsən ki, lüzum yeyəcək. Doktor o kişinin iğnesinin vaxtı geçmir. Yox, 5 dəqiqədə vuraram. Ha. Ve bu köyünə adət edənlərdən də vardı. Ne bileyim kulak falı vardı, ne vardı? Çıxırdılar. Kulak balı var idi. Çıxır əmiş. O şəvahtı vardı. Onda əmisi gedərdilər ki, qulaq görək qonşuda yaxşı söz deyirlər, qulaq asırdılar. Deməli, bütün yaxşı olacaq arzuları. Bir video görürsən ki, biz sahələdik, onu nətər yozurdular, hələ də olurdu. Ha kişiler kulak asmıyor be. Kızlar kulak asıyor. Şey tezara geçsin. Tezara Öyle geçsin. Bir şey danışım sizə. Məktəb vaxtı biz qızlar yığışmışdıq, yuxarı siniflərdə oxuyurduq da. Fikirləşdik ki, güya üzə bağlayanda sapı neçə dəfə düm səs elədisə, o yaşda da qız ərə gedir. Biz yığışmışıq bir 10-12 nəfər qız idik. Bu üzüyü hərədə bir rəqəm çıxdı da, birində 20 dəfə, birində. Mən gəldim, gördüm şu 40'ı keçir. Dedim, vay, mən evdə qaldım. Yox, şükür ki, yəni 40'a çatmadım. Amma bir də qulaq falına deyirlər də, qızlar çıxırdı. Biz utancağıdıq evdə, yəni heç vaxt. Amma bir niyyət eləyirdik ki, məsəl üçün, indi bu otağa girəndə görüm qabağıma çıxan adam, kim yaxşı söz etsə, deməli ürəyimdə tutduğum niyyət həyata keçirir. Yəni bir nəsə kəskin bir söz eşidəndə, ona görə həminki günləri çalışırdı ki, bayram günlərdə Xoş sözlər danışırsın. Ancaq xoş sözlər danışır. Çünki anamız bizə həmişə onu öyrədirdi ki, ancaq çalışın yaxşı söhbətlər danışasınız. Qapıdan hənirti gəlir. Deyirsən, bu qulaq balı. Əhməd də, Əhməd, xoş gəlmisən. Ay salamı aleyküm. Bayramınız da mübarek olsun. Çox sağ ol. Konsey də Valla yoxsa. kulağınızı Keçin, edin, keçin. kulak falına göre ne eşler Yaxşı olacaq kulağımız. inşallah. Yaxşı olar, yaxşı. İnşallah, inşallah. Gəl, keç otur. Mən burada bir balaca səhman yaradım. Masud da gəl bir səhman yaradam. Əli qardeşimizə nə olub? Qardaşımızın başına iş gəlir. Ne oldu? Tonqal qalıyıblar, çərşənbətdə. Bəli. Üstündən atlananda yol havada olanda birdən nəsə beynindən
əcdadlar gəlib keçib. Dayanıb oradan bir də deyir, ayıldım ki, yıxılmışam, düşmüşəm, yanıb əli ayağımda. Allah şəfa. Alnında da fikir versən, alnında da. Allah şəfa. Yaxşı, həkim zat gəlib. Öyrənib bu tollanmaq, yay vaxtından başlayıb tollanmağa, qayanın üstündən Ay, sağ ol. suya tullanmaq. Yadındadır da. Ha. Bana az tullan sənə qurbanım, bu tullanmağın Bunlara axırı. yaşın keçib. Ay, bu tullanmaq bir xəta şükür. Hə, Allaha şükür. Allaha çox Şükürlər. şükür. Çox sağ ol. Bayram sahibi kömək oldu ona. Amin, amin. Bir Lalə xanımdan xahiş elə bir mahnı oxusun bizim üçün. Böyük məmnuniyyətlə siz bu günləri, bu gün qonaqlarımız o qədər gözəl musiqiçilərdir. Mən həqiqətən, mənə gəlir müğənniyə nə lazım? Gözəl müşahidə. Gözəl müşahidə olanda Avtandır müğənni müəllim. iki qat həvəslə oxuyur. Doğrudan çox sağ olsun, can sağlığı Avtandır müəllimə də, Sadıq Sağ olun. müəllimə də, bütün buradakı insanların hamısına. Əlbəttə başda əli olmalı. Əli çox xahiş edirəm. Bayım Ay, mahnını atlanma. sənə həsr eləyirik də. Amma bir də tonqalın üstündən atılanda xəyallara dalma da. Ay qız çoxdandır çəkmisən məndən nəzər. Həsrətindən ölürəm, yoxdur bir xəbər. Durub dur qəsdimə cəllad kimi gözlərim. Yalan bir tərəfdəndir, yay bir tərəf. Durub dur qəsdimə cəllad kimi gözlərim. Yalan bir tərəfdəndir, yay bir tərəf. Həsrətindəyəm ey yar, gəlmək gündüzdür deyirəm. Məndən ayrı salıbdır, səni o salım sənin eşqin edildi, sənin eşqin edildi. Bu aşık zarı görünəcək bir an. Sənin eşqin edildi, sənin eşqin edildi. Bu aşık zarı görünəcək bir an. Sənin eşqin edildi, sənin eşqin edildi. Bu aşık zarı görünəcək bir an. Sənin eşqin edildi, sənin eşqin edildi. Bu aşık zarı görünəcək bir an. Sağ ol. Çox gözəl. Deyirəm, ay Rahib, biz müğənniləri bax elə qaçırdılar ora, qaçırdılar bura bu Novruz bayramlarda, Yeni il bayramında. İndi mən icazə versəydiniz, mən üçün çox xoşdur ümumiyyətlə sizinlə bir yerdə olmaq. Amma çəkilişə yenə tələsirəm. İmkan olsaydı, mən sizlərlə Bəlkə sağollaşardım. gelib bir qurşağını atarsan. Yox. Yox. Maşallah, tək bayramlar olsun ki, Amin. həmişə belə çalışasınız, həmişə işdə güclü olasınız. Saxlamağa cəsarət eləmir. Çox sağ olun. Əli. Çox sağ ol. Salam. Yaxşı, bir daha mənim adıma da təbrik eləyərsiniz. Əli, keçmiş olsun. Aftandı müəllim bir daha təşəkkürlər. Çox sağ olun bütün musiqiçilərimizə. Bayramınızla mübarək. Sağ olun. Gəlin qarşılaş bayram. Ay, sağ olun, qalın. Sağ ol, sağ ol. Mansur, bu tonqal qırağında oynamaqlar, sənin başına bir belə bir şey gəlməyib ki, yıxılasan eləyəsən. Öz ayında daş üstündə gördük ki, o Atlandı ayağının üstündən. qayanın üstündən biz necə məsələn sən oynamağı görmüşük. Ben bundan sonra bir neçə illərdir tanıyıram. Çox gözəl rəqqasdır. Özü çox gözəl belə Azərbaycan, eski Azərbaycan oğludur. Bu tullansa da tonqalın üstüne ona hiçbir şey olmaz. Bunu dəyirmanın gözünə ölüm rahatsın dedi. Maşallah, maşallah olsun. Mansur dayının maşallah elə Allah canını salamat eləsin. Qovraqdır. İndi də atlanar necə lazımdır. Elə deyir Mansur dayı. Maşallah. Sən hərənin öz işi var da, Mansurun atlamaq sənətidir, tullanmaq. Yox, atlamaq necə? Amma əli geçsin öz rəsmləri çəksin də hər halda. Bəlkə ona görədir. Valla o çox aktiv həyat keçirdir. Ona Ha, görə ikisi də zirən adamdır. Mən ikisini də tanıyıram. İndi bu kişi Allah eləməmiş kimi yansaydı 5 dənə rəqs edən gələcəkdi. Əli yanıb bu qədər sənətkar gəldi. Deməli sənin sənətin əcdahadır. Özün də əcdahasın. Amma Novruzun ən gözəl xüsusiyyətlərindən biri də bu şirniyyatdır ya. Bəli. Avtandır müəllim, heç uşaq dövründən də düzdür gözləyirdi ki, peçdən çıxsın bir dənə isti-isti şəkər bura. Mən daha çox kitablarda, haqqlarda oxumuşam. Deyirlər ki, Bakının hər məhəlləsinin özünün xüsusi spesifik ətri vardı da. Evlərdən bir qəşəng ətirlər gələrdi. Bu yaxınlarda əmoğlu gedən gəldi Sovetski ilə. Gələndə köhnə hamamın yanında Avtandır müəllim.
açıq belə həyətli balaca xudmanlı həyətlər də orada da hamısı da. Birdən burnumuza ətir değdi. Axşam saat 10-11 oldu, hava da sakit idi belə. Ətir, bax o köhnə vaxtlar lap yadıma düşdü. Diyandıq, tək gördüm mən uşaqlarla idim. Diyandıq o həyətdən bir o gözəl ətirdən inədik. Lap köhnə vaxtların. Geldim. Maşallah, sındır. Oy maşallah. Şeker Şeker baklava yeyip olmuşum. Oy maşallah. Bayramımız mübarek olsun. Hoş geldin. Sevene bayramlar. Geç. Amin. Ana sen de buradasın. Veliye ne oldu be? Bir balaca xəta üz verdi. Yıxılıb. Odun üstünə. Uşaqlar yıxılıb. Yaxşıdır uşaqlar. Nəsə fikri qarışıb, kimlərsə yadına düşüb, bir gördüm ki, getmişəm içəriyə. Git daha... Abi burada değil, sen polis yolunda ne işin var sende? Allah saklıyor. Hadi. Allah özü kömür olsun. Yo, yine de burada həkim sağ olsun, uşaqlar kömək elədilər mənə uşaqları. Yaxşı qutarım. Şükür Allah. Bayram günü bu nedir senin başına gelen? Allah özü kömür olsun. Bəlkə bir dənə Çıxacaqdı. bunun qəlbi onsa da yuxadır. Bayram qabağı yıxılıb, evdə xəcalət çəkir uşaqdan ki, ata yıxılıb. Bəlkə bir elə bir şey oxuyasan ki, onun qəlbi... Ne bileyim ay Ahmet, məsləhətsə burada bizim İsrafil ol. sənətimizin ən kəmini Bəli. götürüb atladı müəllim. Allah canını sağ eləsin. Bir ürəyi istəyən bir şey gəlir. Biz də kömək ediyoruz. İstərəm seyr eyləyim, cümlə bu dünyanı görüm. İstərəm seyr eyləyim, cümlə bu dünyanı görüm. Bəşər evladımızın olduğu hər yanı görüm, olduğu hər yanı görüm. Gülmədət yer mənə bəxtim belə bir imkanı. Gülmədət ver mənə ey yaradanım belə bir imkanı. Qoca dünyanı gəzin, dağları, səhranı görün. Görüm aləmdən nə ki bəxş olunurdur. Ay Ali qardaşım, belə gözəl insanlara. Görüm aləmdəki nə ki bəxş olunubdur bu gözəl insanlara. Laləli düzlərini, çayları, səhranı görün. Addım addım dolanayım küryen yerzin başına. Adım adım belaya dolanayım küryen yerzin başına. Her adımda balayam, her adımda biri birinden aziz, bana güzel insanı görün.
Zinete dönsün yarem bütün alem. Bülbülün cehcehli bağlı gülistanı görün ne kadar geçse de başı. Ne kadar yer geçse de başır bu güzel dünyanı. Hayali isterim bu bayram günlerinde yine Azerbaycan'ı görüm aman 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 aman. Yıldım bu dünyanın malı dönüler. Yıldım bu dünyanın malı dönüler. 50 yaşırdım güzelle kaldı. 50 yaşırdım güzelle kaldı. Yer getirdi diş yedi. Ay getir yer getirdi diş yedi. Bakmadan samayı gözele kaldı. Bakmadan samayı bana gözele kaldı. Seni kardeşim, bu da senin payın, bayram payın. Bayram adamın indi içine daxil oldu elə bil. Bu musiqi. Doğrudan o neydi? Sənə nə təb gəldi? Onun gözünə nəsə gördü, yıxıldı. Sənə nə gəldi ki, ha, doğudan qəşəng oxuyurdun, qalxdın zilə. Şəkərburanın naxışları. Mən baxıram Şəkərburanın naxışlarına yüzüm. Sizin buranın abı havası, mən neçə vaxtı buranın arzusunda idim. Kiçik qala 84. Çünki mən həmişə köhnəlliyi sevənəm. Əhməd qardaş, çox can atırdım burada olan. Allah Sağ olun arzularına qardaş. çatdırsın. Hamınız sağ olun. Bayramınız mübarək olsun ki, mənim bu arzumda bu illəri için oldu, arzuma çatdı. Bu gözəl verişə mən uzun ömür arzu edirəm. Hava tak qaralıb, bulut tak dolub, gürlayıb şimşək tak çaxmaqdan keçib, günəş qürb eyləyib, ay da tutulub, indi ulduz kimi axmaqdan keçib. Dəyib ürəyimə ox gecikmişəm, dərdimin dərmanı yox gecikmişəm. Deyəsən sevgilim, çox gecikmişəm, əlimi başıma qalxmaqdan keçib. Tapmadı nə sevinç, nə şən könlümü, dərd oldu, qəm oldu, deşən könlümü. Eşqin alovunda bişən könlümü, yandırmaqdan keçib, yaxmaqdan keçib. Aminəm, dərdimi bilən deyilsən, gözümün yaşını silən deyilsən, getmisən, onsuz da gələn deyilsən, daha bu yollara baxmaqdan keçib. Sağ ol qardaş, sağ ol, yaşa. Sağ ol. Novruz bayramında rəqsiz mümkün deyil.
imkan olsa elimizde biraz bu şeker buranın benim gözümün qabağında da ana bacılarımız dairə ilə oturardılar. O makkaş deyirlər. Hərdən bizlər də kömək eləmişik ki. Yəni ki, Vallahi. o gənclik Atalım, ben nakış vurabilirsiniz. Bəli, sözsüz. Doğrudan, maşallah. Elə bu musiqi ilə naxış hardasa vəhdət təşkil edir. Yumurta necə döyüşmüsən? Yumurtanın da mən mahir ustası olmuşam. Mən də qobuda Aha. vedrə ilə udururdum. Vedrə ilə. Ha, qatar qoyurduq. Qatarla yumurtanı düzürsə, axırıncı Bana bax. alladacaq məni. Fikir ver. Bunlar ikisi də boşdur. Atadım ben seçtim gördüm. Benim şey var, yumurtaya bakardım sonra onun üstüne dicirtiyorlardı. Ben o belki. Mesela o kadar yumurtasından ben seçtim gördüm. Ben inanmıram bu uduza. Bunun özünün də bir xüsusi marağı. Bəli. Marağı var. Deyilər. Yəni iş başladı. Gider. Mərzlər əmələ gəlir diyor. Ortada mərz edir. Çünkü bayağı doktor dedi ki, Ali için yumurtanın pişmişi xeyirdir. Ben bir daha ilə döyüşürüm. Hoppa! Bu hazırdır. Düzdüm də. Ha. Bir dənə mən sənə tema verərəm, yaxşı şeir yazarsan. Mənim Yaxşı. gözüm istəm. Bu düzel. Yaxşı Əhməd, Yusuf gel görelim. Biz mesela çok bilmişler məqalədə atladı kardeşim. Ben öz kendimizin adı. O biri yumurtanı tutur, o vursa bile yavaş vurursa, böyle vurursa. Şu aşağıdaki ev yıkıldı. Ha, elə vurursan ki onu çatladırsan, ondan sonra udursan. Onlar olsa, ama ayak adam geldi kardeş. Bax görürsən, Bir kəlmə. bu sirləri gerək gələcək nəslə öyrədək ki, Allah Ay, sağ ol, sağ ol. Yaxşı. Əhməd mərz gəlin. Nədən mərz gəlirsiniz? Neden Böyük mesela? qardaş, o deyər mən də O razılaşam. musiqi üçün mən müğənni. Uzaq başı qardaş, belə eləyək də. Hə. Mən udursam, səni mən Cəlilabad toy aparacam. İnşallah. Sən udursun, sən məni Qobiya toy aparacaqsan. Çünki Qobiya O zaman zəhmətlə Qobi toy oldu. yüzdə səni istəyir. Aftandır, orada bir kütlə bozbaşı yemişəm, hələ onun dadı ağzına getdi. O da bəli. Qardaş sənin, Çox. əmən də getmişdir. Bu meydan, bu da şeytan. Ya Allah. Sabbabı sınmışdı, özüm üstün vurmadım. Aha. Sən elə tutmada dırnağı sunduracaq. Ona bir şey Atalar deyib utanma, inanma, allanma. Baş ver. Bu gəlsin. Dırnağını çək qalıyor ağzından. Dırnağım yoxdur orada. Hə, yaxşı. Bax, atalar buna görə deyir ki, utanma. Buradan yumurta vurarlar, Namə. Namə. Elə də, hərəmiz bir... Allah xeyir versin. Qəşən balıqdan. Yox, böyle kiçik var. Dedim də böyle kiçik var. Maşallah, sən maşın sonra... Qəşən balıq tutdun. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Daha da gözəlləşir diyarımız bizim. Haçan kiçik qalada mehman olduq, qonaq pərvərliyimizə heyran olduq. Əlini bugün görüb pərişan olduq. Hakim oldu qəlbə qubarımız bizim. Hakim oldu qəlbə qubarımız bizim. Gözəlləşir gözəl diyarımız bizim. Daha da gözəlləşir diyarımız bizim. Haçan gəlir fəsli baharımız bizim. Daha da gözəlləşir diyarımız bizim. Bu bayram üçün hazırlaşır hamı. Bu bayram üçün hazırlaşır hamı. Sembolik gəlir çərşənbə axşamı. Həm qəbr üstündə yandırırlar şamı. Var nə qədər şəhid məzarımız bizim. Var nə qədər şəhid məzarımız bizim. Hər gələndə fəsli baharımız bizim. Daha da gözəlləşir diyarımız bizim. Hər gələndə fəsli baharımız bizim. Daha da gözəlləşir diyarımız bizim. Allah versin bizim əli üçün şəfa. Allah versin bizim əli üçün şəfa. Bayram günü necür çəkmisən cəfa. Şəkər bura, qoğal, noğul, paxlava. Süfrədə vardı hər nübarımız bizim. Süfrədə vardı hər nübarımız bizim. Hər gələndə fəsli baharımız bizim. Daha da gözəlləşir diyarımız bizim. Hər gələndə fəsli baharımız bizim. Daha da gözəlləşir diyarımız bizim. Bahar gəlib oyadır çöl çəməni. Qızlar dərir çöldəki yasəməni. Qış dola həmçin bəzəydi səməni. Ruzu bərəkətli namik səməni. Bəxş edibdi pərvər
pərverdigarımız bizim, bəxş edib onu pərverdigarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Şirin günlərimiz keçməyəcək acı, hər sənətdir sənətkarın baş tacı. Nəvədəki yanımızdadır həkim bacı, qalmayacaq canımızda azarımız bizim, qalmayacaq canımızda azarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Çərşənbə günü tonqallar alışsın, balaca uşaqlar bir-birinə qarışsın. Əsas budur, küsənlərimiz barışsın, küsənlər üçündür bu güzarımız bizim. Qalmasın bir giley güzarımız bizim, qalmasın bir giley güzarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Sadıq müəllimin məxsusi hörməti, Yusuf qardaşımın var məhəbbəti. Gülağa elə eyləyir müşayəti, Gülağa gözəl eyləyir müşayəti. Hər biri bir fəxri vüqarımız bizim, Hər biri bir fəxri vüqarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Hər gələndə fəxri baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Bayrama hər vaxtı ustad var əlac, bayrama hər vaxtı ustad var əlac. Xalqında şükrü ki yoxdur ehtiyac, bayram gələndə çiçəklənir ağac. Əriyir dağ başında qarımız bizim, əriyir dağ başında qarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Rahib dəvət edibdir qonaqları, bayram günü verib səs soraqları. Aftan dilin qızıldı barmaqları, fəxrimizdir həm iftixarımız bizim, fəxrimizdir həm iftixarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Müsəlmana qoy kömək olsun ələm, şair olan kəsdə olubdur qələm. Sadıq müəllim sənə uduzubdur xəşəm, havayı vermir onu da bazarımız bizim, havayı vermir onu da bazarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Hər gələndə fəsli baharımız bizim. Deyən yox, qaşı vardı gözünün üstə, çörəyi də olmayıbdı dizinin üstə. Sadıq həmişə durubdu sözünün üstə, xəşəmdən keçər bu naharımız bizim, xəşəmdən keçər bu naharımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Çox sənətindən çıxarmısan oyun, ucadır ay ustadın qamətin boyun. Yusuf müəllim bir toya olub boyun, gözdə qalmasın intizarımız bizim, gözdə qalmayın intizarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Hər gələndə fəsli baharımız bizim. Bizim ölkəmiz şairlər ölkəsi, ölkəmizdən əskilməz sülhün səsi. Bir şair var amma çıxmıyır səsi, ağzına su alıb anarımız bizim, ağzına su alıb anarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim.
daha da güzelleşir diyarımız bizim. Ha, şair olur sözde ola keseri, sözünü diye çok kısa mühteseri. Çünkü anarın kurtarıp eseri, anarın artık kurtarıp eseri. Yoktur ondan giley güzarımız bizim, yoktur ondan giley güzarımız bizim. Her gelende pesli baharımız bizim. Ay, yalan deme, danış sözü düzüyle, xəstələr də sağalar şirin sözüyle, xəstələr sağalar Şirin sözüyle, məcbur eləsə yanar dizər biziyle, məcbur eləsə yanar diğer bizimle. onun təbinə var etibarımız bizim, Onun tebine var itibarımız bizim. hər gələndə fəsli Baharımız bizim. daha da gözəlləşir diyarımız bizim. Hemen anarın yolunda çeksem zafa, namik men bilen yazılar insafa. Bir de Allah eliye versin şefa. Belalıdır alıp bacarımız bizim, belalıdır alıp bacarımız bizim. Her gelende fesli baharımız bizim, daha da güzelleşir diyarımız bizim. Mən ərinin bələdəm istedadına, yanan ocağın gedibdi badına, tonqal üstə düşüb onun yadına. Babək Koroğlumuz nigarımız bizim, Babək Koroğlumuz nigarımız bizim. Hər gələndə fəsli baharımız bizim, Daha da güzelleşir diyarımız bizim. Her gelende fesli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Ay yanıq ki var həkim yazan axtıdır, əyləşdiyi şəmşirin öz taxtıdır. Mən biləni iynə vurmaq vaxtıdır. Sakit əyləşib sanitarımız bizim, sakit əyləşib sanitarımız bizim. Hər gələndə bəxtli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Danış görək bu iş olubdur necə, gör xəstələndin artıq sən üç gecə. Mən onu sözü ilə eylərəm malicə, mən onu sözü ilə eylərəm malicə. İynəsiz qalacaq damarımız bizim, İynəsiz qalacaq damarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. Hər gələndə fəsli baharımız bizim, daha da gözəlləşir diyarımız bizim. biz məğruruz qalibi hər sınaqda, Ali baş komandanımız qabaqda. Gələn bayramı keçirək Qarabağda, gələn bayramı keçirək Qarabağda. Daha tükənib səbr qərarımız bizim, daha tükənib səbr qərarımız bizim. Bitsin gözlərdən intizarımız bizim. Əhməd, Namiq dedi, birdən yadıma düşüyor. Doğrudan bu bayramın ən gözəl xüsusiyyətlərindən biri var da. Küsənlər barışır. Bütün küsənlər barışmalıdır ya. Sadam mən, bəlkə avtomobil mənimlə barışasınız. Hərdən pul söhbətiniz olur. Bax bu səməni ki var ha. O Əhməd düz dedi. Niyyət eləyib qoyanda, bax bu səmənini niyyət eləyiblər. Bax, görürsən nə tər qəşəng çıxır. Var ki, səməni çıxır, Allah-tala. Uşaq olanda Nenəgildə həmişə şəkər vuran pişirəndə gəlirdi, qılıqlarına girdi yavaş-yavaş yanında, bizim adımızı yazırdı üstünə. Hə, uşaqların, nəvələrin adlarını yazırlardı. Kimin adı yazılır, onu o adamın özünə verirlər. İsti-isti, çıxan kimi. Ya görsən, neyle məsələn, kiminsə qızına yetişə dedilər. Elə məsələn, mən özüm şəxsən bir Novruz bayram nəvəsində nişan aparırlar məndən və aparanda mənim də adım o şəkər vuran, nədir, paxlamansı bir yazıblar, aparırlar ora. Elə bir... Və oradan da ad sizin evə qayıdır. Bəli, elə işi sinər vurulub ki, ki orada istəyirlər, məhəbbətlər yarar. Ümumiyyətlə bunlar hamısı şirinlik deməkdir. Bəli. Şirinlik. Həkim xanım, bizim xəstəmizin vəziyyəti necədir? Hər şey qaydasında da görürəm ki, həkimə ehtiyac yoxdur. Ay maşallah. Bəs iynəsi? İynəsini vurdum. İcazə verərsiniz, gedim. Yox sahibiz, əgər ehtiyac yoxdursa... Çox sağ olun. Sizin də bayramınız mübarək. Allah razı olsun.
Sağ ol Əhməd, sağ ol. Gelmemişim bu dünyaya feryat edip ağlayan ben. Gelmemişim bu dünyaya balam feryat edip ağlayan ben. Gelmişim ki aşıp daşam senler kimi çağlayan ben. Ocağından belə köz almışam aman ey. Ocağından köz almışam, sinəsindən söz almışam. Qaygısıyla uzalmışam öz elimə. Azərbaycanıma bağlayan mən, bu torpağın oğluyam mən, bu torpağın oğluyam mən. Azərbaycan mənim elim, Azərbaycan mənim dilim. Ey, ey, ey. Doğransa da dilim dilim, ana dilim ölen değil inşallah. O dediğimiz Qarabağımız heç kimə təslim olan deyil. Həm Araza və həm də Kürəm axıb Xəzərə tökürləm. Dilim ölsə mən də öləm, İnşallah ana dilim ölən deyil. Azərbaycanımız heç kimə təslim olan deyil. Əznəmilimiz var, ayımız var, ilimiz var. Bizim la ilahe illallah deyən dilimiz var. Bizim gözəl bayramlarımız, bizim bu gözəl il çərşənbərimiz, Novruz bayramımız var. Ay, ay canım, ay Araza xarıqı qazı, ay